Onlar dünyanın hər yerindədirlər. Qəlblərində vahid vətən daşıyırlar. Bu güclü bağlılıq ideyasını isə dahi siyasi xadim sistemli şəkildə qurdu. Heydər Əliyev, Azərbaycan xalqının ümumilli lideri. 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Rusiya ali məktəblərində kvotalar açıldı və minlərlə gənclər bu kvotadan bəhrələndi. Onların müəyyən bir qismi Azərbaycana qayıtsa da, vətənə dönüş etsələr də, müəyyən bir insanlar öz gələcək həyatını Rusiya ictimaiyyəti ilə bağladılar və həmin mühidə inteqrasiya etdilər. Və 20 ildən sonra biz müstəqilliyimizi yenidən bərpa etdikdən sonra həmin kadrlar bizim diaspora hərəkatının ilk qaranquşlarına çevrildilər. Müstəqil Azərbaycan Respublikasının prezidenti seçilməyimi yüksək qiymətləndirirəm və bu münasibətlə Azərbaycan xalqına, Azərbaycan Respublikasının bütün vətəndaşlarına öz hörmət və ehtiramımı, dərin minnətdarlığımı bildirirəm. Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra qarşısında duran əsas məsələlərdən biri də dünya Azərbaycanlılarının birliyinin yaradılması idi. Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. 2001-ci ildə keçirilən qurultay tarix yazdı. İlk dəfə 36 ölkədən Azərbaycanlılar Bakıya toplandı. Bu yalnız bir görüş deyildi. Bu, ideoloji və emosional vəhdət idi. Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, dünyada bütün ölkələrdə yaşayan Azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin. Heydər Əliyev dühası dərinliyi bilinməyən bir ünvandır. Ulu öndərin Azərbaycanımız üçün, Azərbaycan xalqı üçün etdiklərini bir daha söyləməyə ehtiyac yoxdur, çünki bunu hər kəs bilir. Biz elə bir xalqın nümayəndəsiyik ki, bizim liderimiz olan Ulu Öndər hər kəsin qəlbində özünə bir yer buraxmışdır. Mən bugün Heydər Əliyevin diaspora nümayəndələrinə verdiyi qiymətdən danışmaq istəyirəm. Heç kimə sir deyil ki, diaspora ilə İş üzrə Dövlət Komitəsinin yaranması, ilk diaspora nümayəndələrinin qurultayının təşkil olunması da Heydər Əliyevin adı ilə bağlıdır. Biz xaricdə yaşayan Azərbaycanlılar qanımızla, canımızla Azərbaycana bağlıyıq və Azərbaycan hökuməti tərəfindən bizə verilən qiymət, fəaliyyətimizə verilən qiymət əlbəttə ki, bizə bir daha qürur hissi yaşadır və bizə daha böyük işlər görməyə qüvvət, stimul verir. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanımız dünya dövlətləri içərisində öz sözünü deyən bir dövlətə çevrilmişdir. Və onun uzaqgörən siyasətinin bir daha bir bariz nümunəsi də özündən sonra Azərbaycan xalqına İlham Əliyev kimi dəyərli bir prezident, ali baş komandanın əmanət qoyub getməsi idi. Heydər Əliyevin təbirincə desək, bu dünyaya çox insanlar gəlir və bu dünyadan köçür. Amma
xoşbəxt o insandır ki, özündən sonra gözəl bir iz buraxmış olsun. Ulu öndərimizi hörmət və sayğı ilə anırıq. Ruhun şad olsun, Ulu Öndər. Bu qurultaydan sonra Heydər Əliyevin təşəbbüsü ilə diaspor məsələsi dövlət siyasətinə çevrildi. 2002-ci ildə diasporla iş üzrə dövlət komitəsi yaradıldı. Ümumilli lider bu qurumun qarşısında milli kimliyimizin qorunması üçün xaricdəki azərbaycanlılarla sıx işləmək tapşırığını qoydu. Azərbaycandan kənarda yaşayan Azərbaycanlıların ürəkləri gərək daimi Azərbaycanın ürəyi ilə vursun. Nəbzi hər bir kəsin gərək Azərbaycanın nəbzi ilə vursun. İstəyirsinizsə Polşada Azərbaycan həqiqətləri yayasınız, gəlin Azərbaycana, öyrənin. Bunlar hamısı Azərbaycanın mətbuatında var, Azərbaycanın televiziyasında var. Bunları edin. O ki qaldı Azərbaycandan xaricdə olan təbliğata, burada Azərbaycanın nailiyyətlərini təbliğ etmək lazımdır. Heydər Əliyev Azərbaycanın ən ağır günündə bizim dövlətçiliyimizi xilas elədi. Əgər Heydər Əliyev gəlməzdi, o zaman hakimiyyət keçəydi Surət Hüseynov kimi məsuliyyətsiz, qeyri-sabit insanların əlinə, başqa ölkələrin necə deyirlər, mənafeyini Azərbaycanda təmsil edən insanların əlinə bizim vətənimiz tam müstəqillik təhlükə altında ola bilərdi. Allah işimə göstərməsin. Bundan əlavə mən Heydər Əliyevin siyasətinə qarışmaq fikrim yoxdur, amma mən 35 ildir qürbətdə yaşayıram. Heydər Əliyevin diaspor siyasətini toxunmaq istəyirəm. Heydər Əliyev Azərbaycan diasporunu rəsmiləşdirən ilk yeganə dövlət rəhbəridir. Və özü də həmişə çox çalışırdı ki, xaricdə Azərbaycan diasporu olsun, özü də güclü olsun. Mətbuat baxımından, ondan sonra fəaliyyət baxımından. Özü də Heydər Əliyev yalanı da tez bilirdi. Mənim yaxşı yadımdadır. Ukraynada bir kərə diaspor rəhbəri dedi ki, ay biz belə bu iş görürük, belə bizim burada lobbiləşmişik falan. Heydər Əliyev bir sual verdi, dedi ki, seyimlərində, yəni parlamentlərində, dedi, neçə Azərbaycanlı deputat var? Belə baxdılar, dedilər, yox. Amma dedi ki, orada neçə erməni var? Lvovdakı fəaliyyətlərini falanlarını, yəni onların yalanlarını çıxartdı. Yəni, ola bilərdi bəzən kimlərsə rəhmətlik Heydər Əliyevə yanlış məlumat verə bilərdilər, amma sonra o onu bilirdi və onu sonra hər halda bağışlamırdı. Mənim taleyimə belə qismət oldu ki, mənim bir cəmiyyət rəhbəri kimi, Xudafərin jurnalının redaktoru kimi 97-ci ildə, avqust ayıdır, məni tənqid elədi, əlbəttə. Çünki biz Xudafərin jurnalında yazmışdıq ki, iqtidar müxalifət fərq qoymuruq, amma həqiqətən də səhv addım atmışdıq, fərq qoyurduq. Onda mən çox narahat idim. Allah rəhmət eləsin. İnstitutda mənə müəllim olmuş, elə bir ana kimi olmuş Solmina xanım Dadaşova ilə həmişə telefon əlaqəmiz vardı. O zaman belə WhatsApp zad yox idi. Və görüşdən sonra, bir gün sonra Solmina xanıma zəng elədim. Dedim, Solmina xanım, yəqin Heydər Əliyevlə bizim görüşümüzdə çox narahatsan da. Dedi, qətiyyən. Mənə dedi, mən də belə doğrudan məyus olmuşdum özümdə. Dedi ki, yox, qətiyyən. Orada Heydər Əliyev səni tənqid eləyə, sənə ifadələr işlədirdi. Mənim oğlum, əziz oğlum, dedi Heydər Əliyev heç kim elə demir. O mənə doğrudan da deyirdi ki, əziz oğlum, sən yanlış yoldasan, səni alladırlar, sənə yalan materiallar göndərirlər, sən də bunları çap edirsən. Amma üstündən illər keçəndən sonra doğrudan da indi mənə tam məlum oldu ki, Allah rəhmət eləsin, uzaq görən insanmış, düz deyilmiş və son illər qürbətə gələn Azərbaycan mühacirləri
elə bir mövqe tutdular ki, burada 7-dən 70-ə kimi hamısı deyir Allah Azərbaycan hakimiyyətini qorusun. Görün, hakimiyyət, dövlət kimlərin əlinə keçə bilərmiş. Bu baxımdan mən Heydər Əliyevi sevgi ilə, saygı ilə yad eləyirəm. Onunla görüşdüyüm o gün də mənim öz həyat tariximdə bir çox uzun, son nəfəsimə kimi yəni xatirimdədir. O görüşdən 30 ilə yaxın vaxt keçir. Amma elə biləm, dünən görüş olubdu. O tənqidlər hamısı yadımdadır və həvəsdən düşmədim və fəaliyyət elədim. Necə deyərlər, toxunduğu bütün iradların hamısını nəzərə aldıq, dönüş yaratdıq və bugün də indi özünüz qiymət verə bilərsiniz. Heydər Əliyevi sevgi ilə, rəhmətlə bugün anmaq bizim şərəf borcumuzdur. Heydər Əliyev Ermənistan diasporunun fəaliyyətinə qarşı informasiya cəbhəsini gücləndirmək üçün də azərbaycanlılara çağırışlar etdi. Diasporlarımız xarici ölkələrdə Qarabağla bağlı keçirilən aksiyalar, tədbirlər, konfranslarda daim fəallıq göstəriblər. Mən Rusiya Federasiyasının uzaq Vladivostok şəhərində fəaliyyət göstərən Dostluq Diaspora Təşkilatının sədri kimi bəzi fikirlərimi söyləmək istəyirəm. Ümumilli liderimiz Heydər Əliyev cənabları hakimiyyətə gəldikdən sonra bu sahəyə çox böyük diqqət və qayğı göstərilmişdir. Belə ki, məhz bizim ümumilli liderimiz Heydər Əliyev cənablarının sayəsində bir sıra dövlət və qeyri-dövlət təşkilatları yaradılmağa başladı və dünya azərbaycanlılarının birinci qurultayı keçirildi. Həmin qurultayda Heydər Əliyev cənabları çıxış edərək belə bir fikir söyləmişdir ki, Azərbaycanlılar dünyanın hər yerində yaşaya bilərlər. Lakin onlar unutmamalıdırlar ki, onların Azərbaycan adında bir ümumi vətəni vardır və yaşadığı dövlətlərdə mütləq Azərbaycançılığı qoruyub saxlamaq, Azərbaycanın milli mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, ana dilimizi qoruyub saxlamalıdır və eyni zamanda burada yaşayan xalqlarla dostluq və sülh əmin-amanlıq şəraitində yaşamalıdır. Mədəniyyət diasporun ruhudur. Heydər Əliyev belə deyirdi: kimin mədəniyyəti var, onun milləti yaşayır. Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin Azərbaycan ilə əlaqələrin inkişaf zəruriyyətini nəzərə alaraq da Bakıda bu Dünya Azərbaycanlıların birinci qurultayı deməli keçirilmişdir. O zaman mən də dəvət olunmuşdum. Mən də iştirak etdim həmin qurultayda. O çox yüksək səviyyədə keçmişdi, təşkil olunmuşdu. İndiyə kimi də yadımdadır ki, cənab Heydər Əliyev öz nitqində söylədiyi çox gözəl tezisləri. Onların biri indiyə kimi yadımdadır. O demişdi, o tezislərin biri, biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan Azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bu əsas onun tezlərinin biri bu oldu. Bugün Ulu Öndərin əsasını qoyduğu diaspor siyasəti uğurla davam etdirilir. Azərbaycan diasporu indi daha güclü, daha təşkilatlıdır.
harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı vətənə xidmət etməlidir. Bir millət, bir vətən, bir amal. Bu, dahi siyasi lider Heydər Əliyevin bizə mirasıdır. Günel Feyzullayeva, Humay Cəfərova, Mira TV, ABŞ. El bilir ki, sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam, doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Eşq olsun Azərbaycan xalqına.